Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Tacir Şahmalıoğlu əməkdar artist Vasif Məhrəminin onun haqqında dediyi layiq olduğu yerdə deyil, onun səsi Çindən, Rusiyadan gəlməli idi sözlərinə cavab verib. Xəbər verilir ki, sənətçi rəngarəng verilişində Məhrəminin ünvanlı sərt sözlər deyib. O bildirib ki, həmkarının onun haqqında dedikləri xoşuna gəlməyib. Elə bir sənətkaram ki, tərifdən zəhləm gedir. Özümü tərifləmək olmayıb. Kimsə edəndə də demişəm lazım deyil. Zəif biri sənətimi yorumlaya bilməz. Necə ki, Vasif edə bilmədi. Mənim sənətimi Elza Seyidcahan müzakirə edə bilər. Onun qanından musiqi axır. Vasifin o söz xoş gəlmədi ki, həyatımdan kifayətlənmişəm. Onu həyatı puç olana deyərlər. Təkcə Bayati Şiraz ifamı 48 dövlət tanıyır. Mənim sənətim ya Vasif Məhrəmliyə çatmayıb, ya da məni çəkə bilmir. Vasifə demək istəyirəm ki, yatmısan fil qulağında. Mənim səsim Hollywooddan, Çindən və Moskvadan gəlir. Bilmədiyin nəyəsə fikir bildirmə. Toylar var ki, qurbanı gəlin yox, mənim qarşıma kəsirlər. Studiyaya zəng edən Vasif Məhrəmi nə demişəm, onu daha böyük zirvədə görmək istəyirəm. Sən səhv başa düşürsən. Demişəm ki, bu səslə Amerika, Avropa səhnələrində oxumalıdır sözlərinə Şahmalıoğlu tacirin fəth elədiyi zirvəni heç kim etməyib. Sən hansı səviyyədən, zirvədən danışırsan? Amerikada nə işin var? Azərbaycan dilində oxuyuram. Sən fil qulağında yatmısan. Mahnımı dünya dilləri cavabını verib.